Salam uşaqlar, bu gün mən sizə kimya hazırlıqları haqqında belə bir məlumat bölüşmək istəyirəm. Uşaqlar, hazırlıqlarımıza qeydiyyat davam eləyir. Belə ki, dərslərimiz 1 sentyabrdan artıq başlayır. 1-ci və 4-cü qruplar hər iki qrup, yəni hazırlıqlara qoşulmaqdan ötürü müraciət edə bilər. Eyni zamanda 9-cu, 10-cu, 11-ci siniflərdə hazırlığımıza qoşula bilərlər. Uşaqlar, mən özüm dərsdə hər nəzəriyyənin izahına aydın və ətraflı şəkildə izah verirəm. Daha sonra dərsdə, yəni ki, dərs müddətimiz bizim 2 saatdır. Nəzəriyyə izahını mən verdikdən sonra sizin nə ki qaranlıq qaldığınız suallar var, həmin vaxt dərsdə siz suallarınızı verirsiniz və mən onu ətraflı şəkildə cavablayıram. Daha sonra biz testləri evdə rahat işləmək məqsədi ilə, daha doğrusu siz uşaqlar evdə testləri daha rahat işləmək məqsədi ilə mən həmin o test topluluğundakı olan suallar ki var, məsələn bənzər suallar var. Məsələn deyək 1-ci və 2-ci sual bənzər sualdır. 1-ci sualın izahını mən verirəm, 2-ci sual onun bənzərisi siz evdə işləyirsiniz. Yəni tip-tip işləyirik. Və uşaqlar, burada sizin köməyinizə çox olacaq. Belə ki, bəzi uşaqlarımız var ki, bəzi yox, əslində əksər uşaqlarımız var ki, nəzəri izahlarını tam yaxşı başa düşürlər, amma onların belə bir problemi var ki, müəllim biz testdə tətbiq edə bilmirik. Testlərimizdə səhvlərimiz çox çıxır və yaxud ümumiyyətlə testdə biz heç yaza bilmirik. Və məhz bu problemi aradan qaldırmaq məqsədi ilə mən dərsdə nəzəri izahını verdikdən sonra həmin o testlərin izahını bir-bir tiplərlə mən izahını verirəm və uşaqlar onu həm vaxtı dərsdə ya yazırlar, ya vaxtları çatmırsa skrin edirlər və evdə onlar üçün işləyən yenidən bu testləri onlara daha rahat olmuş olur. Və uşaqlar, yenidən dediyim kimi 1-ci və 4-cü qrupların hər ikisi qoşula bilərlər. 9-cu, 10-cu, 11-ci siniflər hər 3 sinif mənimlə əlaqə saxlaya bilər. Belə ki, testlərimiz yalnız DIM test topları üzərindən işlənilmir. Eyni zamanda hədəfin, güvənin testlərdə işlədilir. Modellər, bilirsiniz ki, modellər çətin suallar sayılır və modellər işlədirik. Qəbullar işlənilir. Və dərslərimiz həm fərdi olmaqla, həm də qrupla olmaqla əyani və onlayn şəkildə keçirilir. Belə ki, fərdi dərslərimiz həm şagirdin, həm də mənim dərs saatlarıma uyğun olaraq, yəni ki, biz müzakirə yolu ilə müəyyənləşdirib və dərs cədvəlini tərtib edirik, eyni zamanda qrup dərslərimizdə. Və yenə deyirəm, dərs saatımızda 2 saat olmaqla keçirilir və uşaqlar, əgər ki, dərslərimizə qoşulmaq istəyən tələbələr varsa, şagirdlərimiz varsa 051 595 69 64 nömrəsindən əlaqə saxlaya bilərlər. Sağ olun.